Taksi minik avtomobilləri ilə sərnişin daşıma sahəsində aparılan kompleks islahatlar çərçivəsində son 10-11 ay ərzində bir sıra mühüm tədbirlər həyata keçirilib. Xüsusilə taksi parkının mərhələli şəkildə yenilənməsi, ətraf mühitin mühafizəsinə töhfə verən elektrik və hibrid tipli nəqliyyat vasitələrinin xidmətə cəlb olunması təmin edilib. Bu dövr ərzində əsas məqsədlərdən biri taksi parkının yenilənməsi idi ki, burada müsbət nəticələr tamamilə əldə olunub. Buraxılış ili 1 ilə qədər olan nəqliyyat vasitələri sayını da görmək mümkündür ki, 32%-ə qədər buraxılış ili 1 ilə qədər olan nəqliyyat vasitələrinə icazələr verilmişdir. Bununla yanaşı rəng məsələlərində müəyyən nəticələr əldə olunmuşdur tələblərə uyğun olaraq. Eyni zamanda sərnişin daşıma xidmətinə nəzarətin gücləndirilməsi və xidmət keyfiyyətinin artırılması məqsədi ilə e-taksi alt sistemi istifadəyə verilib. Növbəti mərhələdə isə mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq taksi minik avtomobillərinin daxili tərtibatının qaydalara uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu çərçivədə hər bir taksi nəqliyyat vasitəsində ödənişlərin rəqəmsal şəkildə aparılmasını təmin edən post terminal, sürücü və daşıyıcı şirkət barədə məlumatlar, sürücünün fotoşəkili, video müşahidə kamerası, eləcə də tütün məmulatlarından istifadənin qadağan olunması ilə bağlı məlumatların quraşdırılması nəzərdə tutulur. Bugünkü günün tələbləri mən deyərdim ki, hal-hazırda taksi fəaliyyətini daha da rahatlaşdırır. İstər sərnişinlər üçün, istər sürücülər üçün. Çünki maşınlarda artıq post terminallarımız mövcuddur, video registrator var. Həm çöldə müşahidə aparılır, həm daxildə müşahidə aparılır. Bu da bizim üçün də müsbət haldır. Bizim işimizin də keyfiyyəti artır. Mən tövsiyə edərdim ki, bugünkü günün qanunun tələblərinə sadəcə riayət eləsinlər. Qalanlar onsuz da, yəni dövlət tərəfindən qoyulan şərtlər onsuz da münasibdir. Sadəcə sahibkarlar da, sürücülər də tələb eləsələr, istər sərnişinlərdən, istər sahibkarlardan hər şey öz qaydasında olacaq. Avtomobilimizdə siqaret çəkmə qadağandır lövhəsi, video registrator mövcuddur və post terminal. Bütün sahibkarlara tövsiyəmiz odur ki, qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərməyi tövsiyə edirik. Gözəl tələblər var, post terminal quraşdırmışıq, siqaret çəkmək qadağandır lövhəsi var, registrator, avtoregistrator quraşdırılıb. Yəni hamıya tövsiyə olunur ki, bu tələblərə uyğun işləsinlər. Hazırda bu istiqamətdə işlər davam etdirilir və artıq 1000-ə yaxın nəqliyyat vasitəsində sözügedən tələblərə cavab verən daxili tərtibatın təmin olunması həyata keçirilib. Bu istiqamətdə işlər davam etdirilir.